misalı sondan əvvələ doğru həll etməyə başlayacağam. Birinci növbədə baxıram ki, x kvadratı üstə gəlinsin 9 bölünsün x kvadratı əslində x üstə gəlinsin 3 bölünsün x-in ümumilikdə kvadratı. Yəni buna oxşuyur. Amma əslində tam da o deyil. Yəni gəlin baxaq görək, x üstə gəlinsin 3 bölünsün x-in kvadratı əslində nəyə bərabərdir? Biz müxtəsər vurma düsturuna görə bilirik ki, iki ifadənin cəminin kvadratı birincinin kvadratı üstə gəlinsin birinci ilə ikincinin hasilinin 2 misli üstə gəlinsin ikincinin kvadratı. 3 bölü x-in kvadratı da 9 bölünsün x kvadratı edir. Buradan biz x-darı ixtisar eləsək, alınacaq ki, x kvadratı üstə gəlinsin 2 vurulsun 3, yəni 6, üstə gəlinsin 9 bölünsün x kvadratı. Demək ki, baxın, bunlar bir-birinə tam olaraq bərabər deyil. Bunun içində bir dənə 6 artıqdır. Demək ki, mən bu 6-nı buradan çıxsam, bu ifadələr bir-birinə bərabərləşəcək. Demək ki, mən birinci növbədə x üstə gəl 3 böl x ifadəsinin qiymətini tapmalıyam. Bunu mən hardan tapacağam? Bunu təbii ki, mənə verilən x kvadratı çıxılsın 6x üstə gəlinsin 3 bərabər 0 tənliyindən tapacağam. Görürsünüz ki, 3 bölünsün x var. Deməli, 3-ü buradan x-a bölməliyəm. Yəni, təkcə 3-ü bölmürəm axı, bütün hər şeyi burada bircə-bircə x-a bölməliyəm ki, nəsə bir səhvlik olmasın. X kvadratın x-a bölsəm, x edəcək. Buradan x-dar ixtisar gedir, qalır 6. Üstə gəlinsin 3 bölünsün x bərabərdir 0-ya bölsəm 0 edəcək. Mənfi altında o yana atsam, alınacaq x üstə gəlinsin 3 bölünsün x bərabərdir 6. Demək ki, baxın, biz neynədik? X üstə 3 bölü x-i 6 tapdıq. Gətirək burada yerinə yazaq. Bərabərdir, baxın, bunu 6 tapmışıq. 6-nın kvadratı çıxılsın 6, o da bərabərdir 36 çıxılsın 6, o da bərabərdir 30-a.